Gül xanım. Maraqlıdır bu müğənni bu mahnını hansı Gül xanıma həsr edibdir? Gül xanım, Gül xanım, Gül xanım, Gül xanım. O Gül xanıma, Rəşadın Gül xanıma, Gül xanımına, Xoşqədəmin yoxsa Gül xanımına? Elə deyərdim Bayramın Gül xanımına. Ay müğənni, səni Rəşad topa tutar. Elə Bayram da topa tutar. Bu nə mahnıdır? Bu nə oxuma? Bu nə ifa? Nə gözəl. Gül xanım, Gül xanım. Deyirəm adamın gərək bəxti olsun, adamın şansı olsun. Deyirəm belə heç kim olmaya sənə mahnılar gəlsin. Mən düşünürəm, məhz həmin Gül xanımdır. Rəşadın Gül xanımı. Amma mahnı gözəl alınıb. Sara Səfra Bahadırdan bu qədər.